Herkese salam dostlar. Bugün sizlerle birlikte necə ev şəkli çəkə bilərsiniz, mən onu öyrədəcəyəm. İndi birinci ev şəklimizi çəkək. Bir dəqiqə. Hı, yazdım. Hə. İndi normal uşaqların çəkdiyi kimi bir şey çəkək. Belə bir şey çəkirlər əsasən. Mən belə çəkirdim, amma qapını belə də çəkə bilərsiniz. Amma mən belə çəkirdim, nəysə. Keçək ikinciyə. Göstərirəm. İkinci də bildiyiniz kimi bir ev. Belə bir ev göstərim sizə. Bir dəqiqə. Hı, anladım. Belə məncə idealdır. Bir dəqiqə göstərəcəm. Hı, bu belə. İndi burasını da belə edək. İndi sadə qələmlə çəkmədiyim üçün bəzi səhvlərimi düzəldə bilmirəm. Baxın, belə bir şey. Malikanədir deyəsən. Neysə, indi bunu buradan belə birləşdirin. Burada biraz çox eləmişəm elə bir. Neysə. Buradan belə bir pəncərəsi olsun malikanəmizin. Burasını hər uşaq məncə belə eləyir. Bir dəqiqə. Bəli. Hətta telefonu düz tuta bilmirəm. İkincisi belə olur. Yəni pəncərələri belə də çəkə bilərsiniz. Mən pəncərələri adətən belə çəkirəm. Belə yuvarlaq bir qapı da çəkə bilərsiniz. Belə bir şey. Birinci bu, ikinci bu. İndi üçüncünü göstərmək istəyirəm. Üçüncünü mən sizə necə göstərim? Bir dəqiqə telefonu tutacağım, tapıb gəlim. Üçüncünü də belə çəkə bilərsiniz. Bir dəqiqə indi sizə göstərəcəm. Belə, sonra burasını belə gətirə bilərsiniz. Burası belə gələ bilər. Yan profilli bir evdir. Bəli, belə çəkə bilərsiniz üçüncünü də. Sonra belə gəlir. Baxın, belə gəlir. Ay, çox düz olmadı. Neysə. Burasından belə balaca bir pəncərə çəkə bilərsiniz. Nəysə. İndi bunu belə çəkirik. Belə çəkirik. Belə çəkin. Belə. Bunu belə çəkin. Bu belə görsənə bilər. Daha sonra belə görsənəcək. Belə yanlı bir evdir də. Yəni kənar tərəfini çəkirik. Bu üçüncü ev şeydir. Çəkmə üsuludur. Belə gəlir. Belə. İndi isə buradan belə bir darvaza çəkək. Və belə bir pəncərə.
Buradan 3 dənə pəncərə çəkmək istəyirəm. Ya da nə qədər sığırsa o qədər çəkəcəm. Belə. Belə. Daha sonra belə otlar əlavə eləyə bilərsiniz. Baxın belə otlar. Day otu belə çəkmirik. Belə çəkirik ki, daha gözəl olsun. Belə çəkirik, amma siz hansını istəyirsinizsə elə çəkə bilərsiniz, yəni məcbur deyil. Neysə. Belə çəkirik. Daha sonra biraz belə göstərim. Buradan günəşini də çəkə bilərsiniz. Adətən mən balaca olanda günəşin daha parlaq görünməsi üçün burada biraz yumrular əlavə eləyirdim. Məncə çox yaradıcı idi. Neysə. İndi hər evin yanında hər uşağın çəkəcəyi bir ağac çəkək. Belə bir şey çəkin. Y hərfi çəkin. Y hərfi çəkin. Daha sonra belə düzəlişlər edin. Daha sonra belə edin. Belə etdikdən sonra 3 rəqəmini buradan çəkmişəm. Neysə. Belə ağacı çəkməyə başlaya bilərsiniz. Bu da almanız. Belə çəkim görəsən. Ay, bir əvr oldum amma çəkə bilmirəm. Neysə. Siz belə də çəkə bilərsiniz, belə də çəkə bilərsiniz. Bir dəqiqə son dəfə, axırıncı dəfə hansı dəfə? Axırıncı dəfə necə balma çəkmişəm Allah bilir. Neysə. Məncə ən düzənlisi budur. Məncə siz belə çəkin, mən bu çəkdiklərimi saymayın. Bunlar çalı çırpıdır. Yəni yarpaqlardır. Neysə, zaten almanı çəkməyə ehtiyac yox idi. Neysə. Belə oldu. 1, 2, 3. Çox gözəl görsənir məncə. Siz hansını daha çox bəyəndiniz? Yorumlara yazmağı unutmayın. Bu arada bunu da bir takipçimin istəyi ilə çəkdim. Ümid edirəm bu videoyu görər. Neysə, sağ ol. Bye bye.